İslami cəmaatlar ayrıdır, firqələr ayrıdır. Bu bir elm kimi öyrənilir. İslam universitetlərində elm kimi öyrənilir. Firqələr ayrı öyrənilir, İslami cəmaatlar ayrı öyrənilir. Yəni, müasir İslami cəmaatlar var. Sən necə biləcəksən, bu zərərli şeylər danışır və Rabbani alimlərin yolundan uzaq və zəlalət yoluna dəvət edir. Onu necə biləcəksən və necə təyin edəcəksən? Çox asan bir metodla. Deməli, əgər sən bilsən ki, indiyə kimi böyük İslam alimləri elmi necə öyrəniblər və elmi hansı müddətdə öyrəniblər, kimlərdən öyrəniblər, hansı yollarla öyrəniblər və elmi necə yayıblar? Bu bir. Həmçinin elmin üsul və qaydalarını biləndə, məsələn, Əhl-i Sünnə məsləri, Quran, sünnə, yəni elmi məsələlər, yəni ki, dinimizi hardan götürür? Qurandan, sünnədən, icma və qiyas. Bunlar Əhl-i Sünnə ittifaq olmuş məsələlərdir. Görürsən ki, bu insan bu məsələlərə qayıdır ya yox. Baxırsan, Qurani hədis inkarçısını hardan bilirik? Görürsən ki, hədisləri inkar edir, demək problemdir, qutardı. Yox, belə qəşəng danışır, qardaş. Xoşum gəlir, qardaş, bunun danışığından. Yaman bəlağətli danışır. Yox, deyirsən, diyan. Hədis inkarçısını hardan bildik? Hədisləri inkar etdiyindən bildik. Artıq bilirsən ki, gördün adı bir misalla. Demək, zəlalət əhlidir. Bunu buradan bildik. Və yaxud da xavarizləri hardan bilirik? Alimlərin ətini yeməklə dilləri zəhərlənibdir, canları zəhərlənibdir. Görürsən, alimlər haqqında pis danışır, müsəlman hakimlər haqqında pis danışır. Görürsən ki, elm tələbələrini pisləyir hər yerdə. Çünki deyir ki, yəni məndən götürün, başqa heç kim bəyənmir. Təkəbbür olur orada, sərt ürəklik olur. Əlamətlərdir bunlar. Xavariz görürsən, alimləri təkbir edir, alimlərə kafir deyir. İndiyə kimi misal çəkilir ki, Abu Hanzalaya qulaq asmayın. Adi bir misal. Nə qədər adam qulaq asır? Niyə? Çünki bəlağətli danışır. Hər bir tələbə və ona yaxın tələbə ondan çəkindirib, açıq aydın dərsləri var. Bəli, emosional danışır, bəlağətli danışır. Bəzi qardaşlar da o cür danışanları xoşlayır, havasına gedir. Ona sən nə qədər deyirsən, görürsən ki, xeyri yoxdur. Çünki öz havasıyla gedir o qardaş. Qardaşın özündə problem olur çox vaxt. Bəzi qardaşların bunu açıq demək lazımdır. Nəfsinə uyur, havasına uyur. Deyirsən, qardaş, əlamətdir demək, alimləri kafir demək. Abu Hanzala Şeyx Albaniya kafir deyir. Əsrin alimi, mücəddid. Bu xavarizliyin əlaməti deyil, qardaş. Yəni, elə adam var ki, gələk tutub sirkələyəsən ki, qardaş, bəsdir də, bu sənə deyir, bu xavariz deyir, yox, o qəşəng danışır. Əl çək də, qardaş. Deyirəm, xavariz də alimə kafir deyir, özdə videosu da var da, yəni böhtan atmırıq ki. Deyir, yox, o qəşəng danışır. Və ona qulaq asdıqca da azır. Misallar çoxdur. Bu xavarizi belə tanıdıq. Rafizin də özünüz tanıyırsınız, məsələn, bidət əhlidir. Adam var, gedir, deyir ki, filan molla yaxşı danışır. O adam var, dini sünnələri bilmir, deyir, filan mollaya qulaq asır. Qəşəng danışır, deyir. Çox adam da belə azır. Hər gözəl danışmaq, heç də haqq üzərində olmaq deyil. Ona görə elm əhli deyir ki, leysətül ibratu bil-zavahir, bəl ibratu bil-həqaiq və-nətaic. İbrət zahirə görə deyil. Yəni, sənə görsənən şey, hər gözəl görsənən şey, o demək deyil ki, yaxşıdır. İbrət nədədir? Həmin o məsələnin həqiqətində və ondan çıxan nəticədədir. Axıra baxırsan. Ağıllı insan həmişə axıra baxır. Ona görə də belə bir misal var, ərəblərdə deyir ki, leysə kullu mə yətələ'lə zəhəbun. Hər parıldayan şey qızıl deyil. Hər parıldayan şey qızıl deyil. Nə olsun gözəl danışır, nə olsun ki, dalbadal dəlilləri gətirir. Baxırsan, aha, tanımağın başqa bir yolu zəlalət əhlini görürsən ki, elmdə yarımçıqdır. Bəli, xavarizlərin çoxsu görürsən ki, elmdə kəsiliblər. Adam var ki, ancaq gecə-gündüz təkfir oxuyur. Miras elmindən sual ver, eşinə bilmir. Fiqdən sual ver, eşinə bilmir. Hədis elmindən sual ver, eşinə bilmir. O, Əhl-i Sünnənin alimləri saçlarını ağardıblar, illərlə hədis kitablarını şərh ediblər. Bir alim var ki, 30 ciddi kitab yazıb, alimdir, amma bir dənə kitab yazmayıb ömründə və yaxud da bir məqalə yaza bilmir, arxasınca kütlələr gəlir. Baxırsan da bunun elmi fəaliyyətinə. Elm nədir? Alim hardan bilinir? Alim elmi ilə bilinir, tələbələri ilə bilinir, yəni elmi yaymağından bilinir, tələbələrinlə bilinir, yazdığı kitablardan bəlli olur, alim. Və hər bu şeylər olan da alim demək deyil. Alim, necə bəzi elm əhlidir ki, bu Allahdan olan bir vergidir, belə deyək. Yəni, biz vergini bu növün qəbul edirik. Başqa vergilər, onlar o, yəni, falçılardır falan, o yanlış vergilərdir, yalancı övliyalardır, övliyalar da qəbul edir. Yəni, başqa, bu həqiqi alimlik Allahdan ona vergi. Amma batil dəvətçilər desin, zəlalət əhli necə tanıyaq, mövzumuz budur. Çox rahat üsullar var, qaydalar var. Görürsən ki, başqa bir misal deyək. Bunu aydındır ki, xavarizi necə tanıyacaqsan, zəlalət əhli, rafizlər aydındır. Bəzi sufilər, görürsən, sən sufi firqəsini biləndə, əvvəldən ona görə misal çəkin ki, firqələri öyrənmək lazımdır. Sən firqələri öyrəndə bilsən ki, vəhdətül vücud sözünü danışan, tərəfləyən artıq böyük bir küfür bir inanca dəvət edir. Aydındır? Vəhdətül vücud, yəni Allah qorusun, təhlükəli bir inancdır. Vəhdətül vücud həmçinin də, yəni ittihad inancı. Allah deyir, insanın cisminə daxil olur, haşa, küfür sözlər. Allah insanın bədəninə daxil olur və s. Biri deyir ki, cübbəmin altında, yəni paltarımın altında Allahdan başqa bir şey yoxdur. Haşa, küfürdür bunlar. Amma bunu savunan, müdafiə edən insanlar var. Kimi ki gördüm, bunu müdafiə edir, qədim sufi inancları var. Təhlükəli. Ona deyir ki, qulat sufilər, həddi aşmış ifrat sufilər. Kim ki gördün, onları müdafiə edir, o fikirləri bil ki, zəlalətə dəvət edir. Tövhidində problem var. Aydındır. Həmçinin də əlamətlərdən biri, adam tövhidə dəvət eləmirsə, o zəlalət dəvətçisidir.
Bütün peyğəmbərlərin dəvət etdiyi tövhidə dəvət eləmir. Bu da zəlalət dəvətçisidir. Tövhiddən danışanda əsəbləşir. Bunda hansı xeyr ola bilər ki? Allahın təkliyinə, vəhdaniyyətinə dəvət eləmir. Bunda hansı xeyr ola bilər ki? Və bu da zəlalətin əlamətlərindəndir ki, çoxdur təbii ki, və görsən ki, bidət əhlinlə insan oturub durursa, bu da əlamətlərdəndir. Bidət əhlini tərifləyirsə və yaxud da görsən ki, batil əhlindən çəkindirmir heç vaxt. Hamını tərifləyir, hamı superdir, hamı əladır, heç kimdə problem yoxdur. Bu da var. Çünki əhl-i sünnə orta yoldadır.